Heç vaxt şöhrət barədə düşünmürdü. Sadəcə inşa edirdi və həvəslə davam edirdi. Ona görə də çəkdiyi yollarla, inşa etdiyi körpü və tunellərlə özündən sonra iz qoya bildi. Yolunun davamçılarını yaratdı. Uzun illər sonra qurduğu şirkət bu yerlərə dönərək yeni yollar çəkdi, xalqlar arasında yeni körpülər saldı. İllər sonra qayıtdıq. Qırğızistan. Narın çayı üzərində illər sonra Azərbaycandan qonaq gələn ayaq səsləri eşidilir. Bu körpü bizə doğma bir insanı xatırladır. O insanı ki, gəncliyini, yol tikintisi təcrübəsini bu dağlar arasında qazanmışdı. Professor Əli Musaoğlu Əliyev. Onun yaratdığı şirkət Azvirt 70 il sonra bu torpaqlara xoş niyyətli missiyanı davam etdirmək üçün qayıtdı. Beləliklə, yol həqiqətən də bir taleydi. Ermənistanın Vedi mahalının Dəhnəz kəndindən uşaq yaşlarında həmişəlik ayrılan Əli Əliyev ailəsi ilə Qazaxıstana, Cambul vilayətinə sürgün edilir. O vaxtdan əziyyətli həyatın nə olduğunu dərk etməyə başlayır. Orta məktəbi bitirdikdən sonra Frunze Sənaye Texnikumunda təhsil alır. 1953-cü ildən Qırğızistan Respublikası Avtomobil Nəqliyyat Nazirliyinin Yol Mühəndis Tikinti Trestində mühəndis layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışır. Frunze-Oş avtomobil yolunun, Narın çayı üzərində bir neçə körpünün, o cümlədən uzunluğu 99 metrə çatan asma körpünün və tunelin tikintisində iştirak edir. Ali təhsilini Bakıya qayıdaraq davam etdirən Əli Əliyev 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış xüsusiləşdirilmiş yol trestinə rəis təyin edilir. İstehsalatdan ayrılmadan elmi araşdırmalar aparır. Texnika elmləri doktoru elmi dərəcəsi, eləcə də professor vəzifəsinə qədər yüksəlir. 1995-ci ildən 2016-cı ilədək, ömrünün sonuna dək yaratdığı Azvirt şirkətinə rəhbərlik edir. Atam Qırğızstanda iş fəaliyyətini başlayanda cavan, enerjili, ideyalarla zəngin bir yaşlarındaydı. O çox inanırdı ki, yol tikintisi bölgələrdə çox şey dəyişdirə bilər. Bölgələrə inkişaf, mədəniyyət, iqtisadi dirçəliş gətirə bilər. Və bu inam onu çətin vəziyyətdə dağların arasında çalışmağa güc verirdi. Düzdür, indiki kimi o vaxtları müasir avadanlıq, texnika yox idi. Hər şey əl üsulu ilə, primitiv yolla görünürdü. Amma buna baxmayaraq o əmin idi ki, hər şeyi bacaracaq. Və ətrafdakı olan insanlar da, işçilər də ona güvənib arxasıca gedirdilər. Qırğızstan torpağını o çox sevmişdi, xalqı çox sevmişdi. Tez-tez oturub bizə cavanlıqdan, gördüyü işlərdən danışırdı. Xoş xatirələrlə yaşayırdı. Gənc bir mühəndis bu yerlərə bələd olduqca mümkün olmayan nə varsa tez bir zamanda alınırdı. Professor Əli Əliyevin bir vaxtlar Frunze-Oş yolunda qoyduğu izə düşərək Azvirt, Madaniyyat Cəlalabad yolunu davam etdirdi. 60-70 ildən sonra bura qayıdış da fərqli oldu. Yeni nəsil, yeni müasir texnologiya, yeni ideyalar. Bişkek-Oş avtomobil yolu bu Qırğızstanın tündügün, düşdügün bağlanışdırılan. Bişkek-Oş avtomobil yolu hazırda Qırğızstanın şimal və cənubunu birləşdirən əsas yol sayılır. Onun tikintisi ötən əsrin 50-ci illərində başlayıb və 1965-ci ildə istifadəyə verilib. 1998-2000-ci illərdə həmin yolda yenidən qurma işləri aparılıb. Buna baxmayaraq, yolun 67 kilometrlik Cəlalabad Madaniyyat hissəsi uzun illər müəyyən səbəblərdən təmir edilməyib. Yalnız 2018-ci ildə bu işin görülməsinə qərar verildi. Podratçı təşkilat olaraq tikinti üçün daha yaxşı təklif irəli sürən Azərbaycanın Azvirt şirkəti seçildi. İnşaat işləri 2018-2023 və daha sonra
2023-2025-ci illərdə aparıldı. Artıq işlər bitərək həmin hissə nazirliyimizə təhvil verilib. Yolun rekonstruksiyası 2018 yılga varıp, bundaca aytganda işe açtı. Qırğızlar bu yolun əvvəlki halını yaxşı xatırlayırlar. Çox çətin bir vəziyyətdə idi. Biz 7 il əvvəl bura gələndə fikirləşdik ki, hər şey kökündən dəyişdirməliyik. Çünki bizim üçün hər bir imzalanmış müqavilə təkcə biznes xarakteri daşımır. Hamı yaxşı bilir ki, Azərt həm xalqlar arasında dostluğu möhkəmləndirir, həm də işlədiyi bölgənin inkişafına çalışır. Данный наш проект является был очень сложным. Bu layihə asan olmayıb. Reallaşdırılmasında çətinliklər olub. Amma bunlara baxmayaraq, Azbirt şirkəti tapşırığın öhdəsindən layiqincə gələ bilib. Азверт успешно справилась с данной задачей. Şirkət bütün gücünü səfərbər etdi ki, işi uğurla reallaşdırıb bitirə bilsin. Приложила все свои усилия для того, чтобы успешно его реализовать. Azbirtə və onun mütəxəssislərinə ölkəmizin yol təsərrüfatının inkişafındakı xidmətlərinə görə təşəkkürümü bildirmək istərdim. Сделали неоценимый вклад в развитие дорожной инфраструктуры нашей страны. Onlar çəkdikləri yolun buranın hər bir sakininin həyatı üçün vacib olduğunu yaxşı dərk edirdilər. Çünki Azvirt belə ənənələri yaşatmaqla tanınıb. Mədəniyyət Cəlilabad yolu bir neçə yaşayış yerini, məktəbləri, xəstəxanaları, bölgənin iqtisadiyyatını, bir sözlə sosial sahənin bir çox istiqamətini birləşdirir. 67 kilometr uzunluğu olan bu yolun 2018-ci ildə biz inşaatına başladıq. Bu il artıq təhvil verdik. Burada 9 körpü inşa etmişik. Arada elə düşünürəm ki, biz Qırğızstanda təkcə yol çəkmirdik, sanki atamın yolunu davam etdirirdik. Azvirt tabii ki sadece burada bir 67 kilometre yol bitirmedi. Dolayısıyla bu zaman zarfında biz Kırgızistan halkına, burada bizde çalışan insanlara çok adam yetiştirdik. Sosyal olarak kalkınmalarına çok yardımcı olduğumuzu düşünüyorum. Ayrıca tabii proje başladığında yolun intensifliği 12-13 bin adet günken artık şu anda 22-25'lere çıktı. Zaten çok zor, çetin bir güzergah üzerinde işledik bu zamanda. Ve zaten Kırgızistan'ın da en önemli arteriydi burası. Ana yoluydu. Bişkek-Oş yolu. Ben zannediyorum ki ülkemizi bu zaman zarfında Azerbaycan'ımızı, Can Azerbaycan'ı çok güzel temsil ettik. Bizim amacımız her zaman keyfiyetli iş görmek. Artık bütün yolu biz Kırgızistan hükümetine tahvil verdik. Onlar da bu yolu bitirmelerinden dolayı, tahvil vermemizden dolayı son derece mutlular. Madaniyyat Cəlilabad magistralı artıq bir tarixdir. 7 il sonra geriyə baxanda uğurlarla yanaşı çətinlikləri də görmək mümkündür. Azvirt kompaniyası hal-hazırda özünün Onlar peşəkarlıqlarını göstərməklə Cəlilabad mədəniyyət hissəsində kəndlərdən keçərək işlərini çətin şəraitdə icra etdilər. Öz sahəsinin əsl peşəkarı olan mütəxəssislər yol kənarında yerləşən kəndlərdə yaşayan yerli sakinlərlə ünsiyyət quraraq, o cümlədən mühəndis işlərini ən yüksək məharətlə və heç bir şikayət olmadan həyata keçiriblər. Demək olar ki, Azvirt qardaş Qırğızistan və Azərbaycan arasında dostluğun inkişafına və möhkəmlənməsinə mühüm töhfə verib. Onlar heç bir nöqsana yol vermədən işlərinə böyük məsuliyyətlə yanaşır, yol tikintisində öz bacarıqlarını nümayiş etdirirdilər. Texnikanın sıradan çıxan vaxt da olubdu, hava şəraiti imkan verməyibdi, bəzən vəsait çatışmamazlığı olubdu.
Nə gizlədim, hərdən ruhdan da düşürdü. Belə olanda fikirləşirdim, atam nə edərdi? O heç vaxt geri dönməzdi. Və biz və övladlarımız elə bunu görmüşük, bu onun tərbiyəsini almışıq. Ona görə də hər layihədə onun adı yaşayır. Мы всегда говорим, дорожники. Biz həmişə deyirik, yol işçisi olmaq bu peşə deyil. Bu bütün bir xalq deməkdir. Bizi heç bir yol sərhəd ayırmır. İstənilən yerdə yol, istər Azərbaycanda, istər Qırğızstanda, yəni hər yerdə yol yaxınlıq, ünsiyyətdir. Dövlətləri, insanları birləşdirir. Ən başlıcası bilirsiniz nədir? İz qalır. Belə deyək, bugün Əli Musoğlu həyatda yoxdur. Amma o nə qədər yollar çəkib, tunellər, körpülər tikib. O axı professor idi, nə qədər alim yetişdirib. Ona görə də onun Azərbaycan və Qırğızstan üçün etdiklərini sözlə ifadə etmək çətindir. То, что он сделал для Кыргызстана, для Азербайджана, это просто словами не передашь. Словами не передашь. Это огромный труд. Не каждому дано. Не каждый человек так может трудиться. Это Bu hər kəsə nəsib olmayan böyük zəhmətdir. Hər kəs belə çalışa bilməz. Belə ürəkli, çalışqan, təşəbbüskar, yaradan, tikən insanları Allah özü yaradır. душою, чистой душой, чистой сердцем, который может творить, создавать, строить. Это Yol işçiləri, bunlar yaradıcı insanlardır. Dağlıq, qayalıq, fərq etmir. Bir yeri dağıdır, yol yaradır. Onlar yaradıcı insanlardır. сделал дорогу. Çok mutluyum ki rahmetli, Allah rahmet eylesin, Ali Musayeviç'in yolundan gittik. Onun için burası çok önemli bir ülkeydi. Çünkü benim Azerbaycan'da çalıştığım zamanlarda Ali Musayeviç bize her zaman burayla ilgili çok şey anlatırdı. Biz onun yolundan gittiğimizi düşünüyorum. Onu burada temsil ettiğimizi düşünüyorum. O biliyorum ki bizim burada bu hayatta olsaydı böyle bir iş başardığımızda çok mutlu olurdu ve bizi izliyorsa muhakkak bundan dolayı da çok gurur duymuştur diye düşünüyorum. Bu da benim için ayrıca mutlu olmamın daha çok beni mutlu ediyor ve gururlandırıyor. Азвир для нас реально не новая компания. Doğrudan da Azvirt bizim üçün yeni bir şirkət deyil. O Qırğızstan köklüdür. Belə də deyə bilərik. Həqiqətən kökü oradan başlayır. На сегодняшний день достигла новых результатов, новых высот в своем развитии. Уже будучи Və biz bugün çox şadıq ki, Azvirt daha yüksək yerlərdə qərarlaşa bilib. O zaman sanki Qırğızstandan bura köçərək daha da böyüyən şirkət Qafqazlarda ləyaqətlə yerlərini tutublar. достойно выполняет те задачи, которые перед ней стоят, на нее рассчитывает, на нее надеется. И компания развивает все свои возможности. Onlara inanırlar, güvənirlər və şirkət də bütün regionlarda inkişaf tempini qoruyub saxlayır. Mənim bildiyim qədər bugün Azvirt artıq Avropada çalışır. Buna görə də inkişaf tempi artır. Bizim üçün şirkətin belə nailiyyətlərini eşitmək sevindiricidir. Самого роста, развития компании, которая уже оказывает непосредственно... Bununla da onlar bir çox ölkələr, region, hətta deyərdim ki, Avrasiya kontingentində bir çox layihələrə yardım etmiş olurlar. в нашем евразийском континенте. Hər çəkilən yol nəsillər arasında körpüdür desək yanılmarıq. Elə buna görə də Azərbaycanla Qırğızstan arasında bu körpünü vaxtilə inşa edən professor Əli Əliyevi buralarda yaxşı xatırlayırlar. Отец гордился знакомством с Алием Мусаевичем.
Он был, это на моей памяти, один раз у нас. Atam Əli Musaoğlu ilə tanışdığından qürur duyurdu. O bir dəfə mənim xatirimdə belə qalıb. Evimizdə qonaq idi. Yaxşı xatırlayıram. O çox həyatsevər, ünsiyyətçil insan idi. День, Али Мусаевич, прекрасный, очень общительный, жизнерадостный, очень доброжелательный человек. Для меня Али Мусаевич это легендарная личность. Şəxsən mənim üçün Əli Əliyev əfsanəvi bir insandır. Ölkəmizin iqtisadiyyatına, tikinti sektoruna xeyli uğur gətirib. Нашей страны. Я так же, как и мой отец, горжусь тем, что Mən də atam kimi qürurlanırdım ki, haçansa Qırğızstanda belə əla mütəxəssislər olub. Onlar elə insanlar idilər ki, Azərbaycanlı olduqlarını unutmadan Qırğızstanın tam hüquqlu vətəndaşı kimi özlərini hiss edirdilər və elə birlikdə də yaşayırdılar. азербайджанскую идентичность считали и чувствовали себя полноценным гражданином этой страны, Кыргызстана, жили вместе. İmенно avtoritet, уважение. Özünə hörmət və xüsusi yanaşmanı bu insanlar öz zəhmətləri ilə əldə edə biliblər. Belə insanlardan biri də Əli Əliyev olub. Bu insanların sayəsində yerli xalqla Azərbaycanlılar arasında yaxşı münasibətlərin əsası qoyulub. Великое достоинство Али Мусаевича, что он сумел. Əli Musaoğlu'nun böyük xidmətlərindən biri də o idi ki, bu cür yolların çəkilməsi üçün o zaman texnikanı, eləcə də texniki heyəti toplamağı bacarmışdı. Qırğızstanda yaşayan bir şəxs kimi mən özüm də deyə bilərəm ki, o vaxt çəkilən yolların keyfiyyəti elə bugünə qədər qorunub saxlanılıb. До сих пор прекрасное, которое было возведено в то время. Это семья. Bu ailə atalarının ənənəsini, yol tikintisində keyfiyyət ənənəsini qoruyub saxlaya bilib. Строительство дорог. Bu da təşəkkür. Əli Musaoğluna olan hörmət və ehtiram. 2019-cu ildə Bişkek şəhərində professor Əli Musaoğlu Əliyevin vaxtilə təhsil aldığı, hazırda Bişkek Avtomobil Yol Kolleci adlanan təhsil ocağında onun adına auditoriya açılır. Мы очень гордимся, что такой прекрасную аудиторию открыли от имени Али Мусаевича. Biz çox şadıq ki, Əli Musaoğlu'nun adına belə bir gözəl auditoriyanı açıblar. Мы mечтали долгие годы, но не было финансирования. Biz bunu çoxdan arzuyurduq. Amma maliyyə imkanları o zaman məhdud idi. Bu bizim məzunlarımızın daha keyfiyyətli bilik qazanmasına köməklik edir. Bu həm də onlara buranı başa vurduqdan sonra həyatda öz yollarını tapmağa imkan verir. Окончание этой специальности очень помогает, чтобы они нашли свой путь. У нас есть альбом колледжа. Bizim kollecin belə bir albomu var. Biz onu belə adlandırmışıq. Bizim tanınmış məzunlarımız. Orada birinci sırada Əli Musaoğlu dayanır. Bəzən belə suallar verirlər ki, necə ola bilər? O Azərbaycanda çalışıb, şirkət yaradıb, fəaliyyət göstərib. Bəs bizim kolleclə nə kimi bağlılığı var? Biz də tələbələrimizə onun bu bölgəyə necə gəldiyini, necə burada təhsil aldığını və burada hansı sahələrdə, tikintilərdə işlədiyini izah edirik. Там поступил, как учился, как трудился здесь, как строил мосты, вот эти все объясняем нашим студентам. Qonaqpərvərlik kimi gözəl ənənə xalqlar arasında qırılmaz dostluq bağları yaradan insanlar sayəsində baş tutur. Eşidəndə ki, Bakıdan, onlar üçün mükəmməl yol çəkən şirkətdən qonaqlar var. Bir qırğız ailəsinin necə sevindiyini, buna necə hazırlaşdığını görməmək mümkün deyil. Səmimi salamlaşırlar,
çörək kəsirlər və bütün ailənin üzvləri bir yerə yığışırlar. Batırovlar ailəsinin ən yaşlı xanımı, nəslin ağbirçəyi Buajar nənənin doğum günü də bu görüşə təsadüf etdi. O, 93 yaşını qeyd edirdi. Söhbətdən belə anlaşıldı ki, Cəlalabad sakinləri Azvirti yaxşı tanıyır. Эта дорога была такой загруженной. Тем не менее, они старались, чтобы... Bu yol çox yüklənmiş vəziyyətdə idi. Onlar elə etdilər ki, nəqliyyatın hərəkəti dayanmasın və tikinti də eyni zamanda davam etsin. Yəqin ki, bu onlar üçün çətin oldu. Mən özüm tez-tez o istiqamətdə gedirəm. Görürəm ki, yol yaxşı alınır. Чем в сравнении, чем вот это китайское. Они долгий год, наверное, работали над стройкой дорогу. Şirkətə gəldikdə isə eşitmişəm ki, onlar yol tikintisi ilə uzun illərdir məşğuldular. Çünki nəticələri də yaxşıdır. Bu il bu yolu da bitiriblər. Довольно хорошие. Конечно, это вот... Это не только приехали... Əlbəttə, onlar təkcə bura yol çəkməyə gəlməyiblər ki, bura gəlməkləri ilə əlaqələri də yaxşılaşdırıblar. Отношения тоже налаживаются. Elə Azvirt də bu yerlərdən xoş təəssüratla ayrılır. Dost, qardaş qırğız xalqı ilə bu illər ərzində sıx ünsiyyətdə olmaq silinməz xatirələrə çevrildi. Dost Azərbaycan və Qırğızstan münasibətlərində bir az da olsa balaca bir rol oynaya bilmişiksə, bu bizim üçün sevindirici bir haldır. Bugün dövlətlərimizin münasibətləri çox yüksək səviyyədədir. İnanıram ki, çəkdiyimiz yol Qırğız xalqının üçün uzun müddət istifadəsində olacaq. Компания непосредственно может Şirkət öz peşəkarlığı ilə Azərbaycan və Qırğızstan arasındakı əlaqələrin inkişafına birbaşa təsir edə bilər. İki ölkə arasında böyük işlər gözlənilir. İki ölkənin prezidentləri 2029-cu ilə qədər nəzərdə tutulan böyük bir proqram imzalayıb. Elə belə də adlanır. Azərbaycan və Qırğızstan arasında əməkdaşlıq proqramı. Ölkələrimizin rəhbərliyi səviyyəsində hazırda müzakirə olunan layihələr var. Burada böyük bir fond işi dayanır. Və biz inanırıq ki, Azvirt şirkəti öz təcrübəsi, bacarığı, işə müasir yanaşması ilə bu işdə bizə yardım edə bilər. Ona görə də biz həm Azərbaycan dövlətinə, həm də Azərbaycan xalqına, o cümlədən doğma Azvirt şirkətinə güvənirik. Поэтому мы рассчитываем на братскую помощь и азербайджанского государства, и азербайджанского народа, и нашей родной компании «Азвирт». Azərbaycan və Qırğızstan arasındakı əməkdaşlıq dostluq üzərində qurulub. Bu, çoxşaxəli münasibətlərin təməlində iki ölkənin prezidentlərinin dostluğu dayanır. Dövlət başçıları İlham Əliyev və Sadır Japarovun mütəmadi görüşləri və iki xalqın daha da yaxınlaşması üçün atdıqları addımlar göz qarşısındadır. Azadlığına qovuşan Qarabağımızın dirçəlişində Qırğızistan bizimlə birgə olduğunu bir daha təsdiqlədi. Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına orta məktəbin açılışı bütün dünyaya dostluq nümunəsini təqdim etdi. Я от вашего имени, от имени всех наших бывших переселенцев выразить благодарность моему дорогому брату. Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyə görə sizin adınızdan və bütün keçmiş köçkünlərin adından əziz qardaşım Qırğızstan prezidenti Sadır Japarova minnətdarlığımı bildirmək istəyirəm. Селе Хыдырлы, который на сегодняшний день является самым большим населенным пунктом. Sadır Nurqojayeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bugün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi Manas Qırğız xalqının dastanıdır. Qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim Qırğız qardaşlarımızla bağlı olacaq.
все, что связано с будущим развитием этого села, также будет связано с нашими киргизскими братьями. Маленький кусок Kırgızstan. Qırğızstanın kiçik bir parçası artıq həmişə burada, sevimli Ağdam torpağımızda qalacaq. Tebrik ederim sizi. Я уверен, это исторические события. Əminəm ki, bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Arzu edirəm ki, bu məktəbin şagirdləri həmişə ən uğurlu və ən yaxşı olsunlar. Uğurlar. Успешными и самыми лучшими. Удачи! Вы берегите вашего президента. Prezidentiniz İlham Heydəroğlu Əliyevi qoruyun. O düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb. Bugün artıq öz evləriniz var. Bir daha təbrik edirəm. Еще раз поздравляю. Удачи! Она является доказательством дружбы между нашими. Bu xalqlarımız arasında dostluq əlaqələrinin təsdiqidir. Eyni zamanda onu bir daha təsdiq edir ki, dövlət başçılarımız və dövlətlərimiz hansı səviyyədə dostluq əlaqələrinə məxsusdur. Какие колоссальные изменения. Orada necə nəhəng dəyişikliklərin baş verdiyini gözlərimizlə görürük. Mən orada bir neçə dəfə olmuşam. Həm diplomatlar üçün təşkil edilən press turlar çərçivəsində, həm də işgüzar məsələlərlə bağlı ora səfər etmişəm. Və hər dəfə orada açıq görünürdü ki, necə intensiv dəyişikliklər baş verir. Bu yerlər necə bərpa olunur? İlk növbədə də yollar. Восстанавливаются эти территории, в первую очередь дороги. Вот лично я, когда посещал Лачин, когда мы ехали из этого нового... Mən şəxsən Laçında olanda o yeni inşa olunan prezidentlərin iştirakı ilə açılan aeroportun yanından gedirdik. Orada elə beləcə də yazılıb, Azbil şirkəti. Onlar sizin şirkətin tikdiyi yollardır. Bu bizi sevindirir. Mən xüsusilə Qırğızstandan gələn, müvafiq tədbirlərdə iştirak edən rəsmilərin diqqətinə yolların keyfiyyətini çatdırıram. Necə yüksək keyfiyyətli layihələr işlənilib, işin özü necə keyfiyyətlidir. Müasir yanaşmalar da var. На каком уровне и проектные работы, и сами работы осуществлены. Какой происходит современный подход к этим вещам. Поэтому мы хотели бы, чтобы и у нас... Bax, biz də istəyirik ki, Qırğızstanda da işə belə yanaşma olsun. Sanki illər öncə Qırğızstanda bir Azərbaycanlının inşa etdiyi sadə bir yol, indi iki ölkəni birləşdirən nəhəng dostluq, qardaşlıq körpüsünə çevrilib. Ən əsası bu yol Azərbaycan və Qırğız xalqlarını yeni ümidlərə, yeni başlanğıclara, bir sözlə gələcəyə aparır.